Hello everybody. Herkese salam. Bugünkü mövzumuz preposition of time'dır. Yəni zamanla bağlı olan prepositionlara, yəni söz önlərə baxacağıq. Burada 3 kateqoriyaya bölünübdür. At, in və on. İndi gəlin bunları necə yadda saxlayaq? Düzdür, bunlar əzbərçilikdir daha çox, amma məntiqi də var bunun bəzi hisslərində. Məntiqi də bir şəkildə not tapmaq olar. At, in, on. Deməli, əgər biz ətin daxil olduğu kateqoriyalara baxsaq, görərik ki, daha çox zamanla, yəni vaxtla bağlıdır, saatla bağlıdır. Məsəl üçün, times of day, yəni günün vaxtları. Demək ki, saat varsa əgər, məsəl üçün, at 4 o'clock, saat varsa əgər, mən onda atdən istifadə edəcəyəm. Daha sonra noon. Günorta saat 12-də noon deyirik. Midnight isə gecə yarısıdır və əlbəttə burada midday ifadəsi də var. Bu da günorta saat 12 deməkdir. Yəni midday, midnight ifadəsi gördükdə buna at qoyacaqsınız. Nəyə görə? Bu sizi çaşdırmasın. Çünki midnight ilə gecə saat 12 deməkdir. Midday də günorta saat 12 deməkdir. Yəni əslində bunlar ikisi də saatı bildirir. Sonra meal times. Bunlar da yemək vaxtlarıdır. Yemək vaxtlarının qarşısında da at qoyacağıq. Məsəl üçün at lunch time, at dinner time, yəni günorta yeməyi vaxtı, axşam yeməyi vaxtı. Sonra bayramların qarşısında at olacaqdır. Məsəl üçün at Christmas, at Easter, yəni Pasxa bayramı, at the weekend, həftə sonu olacaqdır. Və diqqətli olun. Baxın, burada at Christmas yazılıb, düzdür. Amma gəldim əgər mən yanına bir dənə day ifadəsini qoydumsa, olacaqdır on Christmas day. Bitdi, getdi. Yəni day varsa on olacaqdır. Bir də Halloween bayramında onda da on olacaqdır. Yəni bu iki forma on Christmas day, yəni day var deyə sırf ondur. Bir də Halloween bayramında o da ki on olmalıdır qarşısında. Qalan bayramlar qarşısında at olacaqdır. Bir də expressionslar var. Yəni at present, indi, at the moment, bu dəqiqə, one, at night, bu da baxın gecə. Gecə at night olacaqdır. İndi həmin bu fərqi də göstərim sizə. At present dedik, düzdür? At present. Amma bura baxın, in the present. Yəni bu z-ni ki qoşduq araya, onda biz nə edirik? Demək ki, z in qoyacağıq. Z varsa in z olacaqdır, yoxdursa at present olacaq. Sonra at night gecədir, düzdür? Amma səhər, günorta, axşam hamısında in olacaqdır. Gördünüz? In the morning, in the afternoon, in the evening. Sonra keçdik inə. İn nə vaxt olur? Aylarda, in April məsələn. Fəsillərdə, in the summer, in the spring, yayda, yazda. Years, illərdə, in 1990. Decades, 10 illiklərdə, in the 80s. Centuries, əsrlərdə, in the 20th century, 20-ci əsrdə. Və görürsünüz, bunlar hamısı sırf, baxın, illər var, əsrlər, hamısı il gedir. Sonra fəsillər, aylar, daha çox elə bil ki, uzun müddətli nəzərdə tutur bunlar. Sonra long periods, uzun periodlar, incə dediyim kimi. In the ice age, buz dövründə. In the present, bayaq dediyim kimi, at present idi, amma in the present olacaq. Və in the past, keçmişdə. Parts of the day, bu da in the morning, in the afternoon, in the evening, amma at night olacaqdır. Gəldik ona. Day varsa, bunun ipucusu budur. Day varsa on olacaq. On Tuesday, on Saturday, birthday, baxın, on my birthday, on Christmas day, bir də Halloween'də on oldu. Dates, ayın tarixlərini deyirsinizsə, dates nə? Onda biz onu istifadə edəcəyik. On 15th June, yəni 15, iyunun 15-i. Yaxud on our anniversary, bizim il dönümümüzdə. Part of specific day, günün xüsusi hissələri, xüsusi günün hissələri. Məsəl üçün, burada, bax görürsünüz, morningin qarşısında biz əslində nə demişdik? In the morning deyərək, düzdür? Amma sırf buradakı day, sanki morningi üstələdi, dedi ki, day varsa, onda on olur daxı biz onu öyrəndik. Ona görə biz on Monday morning deyirik. On Friday evening deyirik. On Saturday night deyirik. Baxın, heç bir artıq night, evening, afternoon baxmırsınız. Day varsa on qoyacaqsınız. Və ən lazımlı məqam last, next, bir də every var. Bu da üçü. Bu üçünün qabağına heç nə qoya bilmərsiniz. Yəni, baxın, nida da var. Heç bir şey qoymursunuz.
call me next weekend. Məni növbəti həftə çağır. Weekend-də qabağında at örgəndi axı, at weekend deyirdi. Amma next var da bunda qabı. Всё, bitdi, getdi. Heç nə, nə in, nə on, nə at, heç birini qoya bilmərsiniz. I met her last Friday. Mən onunla keçən 5-ci gün görüşdüm. Burada da heç nə qoymursunuz. İndi isə gəlin birlikdə tapşırıqlara göz gəzdirək. See you, burada nə olacaq? Friday. Day gördüksə demək 10 qoyurduq. See you on Friday. 5-ci gün görüşərik. I brush my teeth. Morning'in qarşısında nə olurdu? Demişdik günün vaxtlarında, səhər, gün, orta, axşam. In qoyacaqdıq. In the morning. Deyək ki, mən səhər dişlərimi fırçalayıram. Sonra saatların qabağında nə qoyurduq? At qoyurduq. The match is at 4 o'clock. Oyun saat 4-dədir. Midday. Midday. Baxın dedim midnight, midday. Bu ikisində nə olurdu? At olurdu. Niyə? Çünki bunlar ikisi də 12-ni bildirirdi. Midnight olanda gecə 12 olurdu. Midday olanda günorta 12 olurdu. I am busy at the moment. Bu dəqiqə mən deyil məşğulam. My parents always visit me on my birthday. Çünki day var idi, düzdür? Day gördüksə 10 qoyacağıq. Sonra burada əsr var, düzdür? Century. Onda nə olurdu? Biz dedik ki, əsrlərin qabağında in olurdu. I was born in the 19th century. Mən 19-cu əsrdə dünyaya gəlmişəm. He usually goes on holiday July, iyul. İyuldursa biz dedik ayların önündə in qoyurduq. Və Christmas bayramın qabağında da at qoyurduq. Amma day olsaydı, Christmas day olsaydı nə qoyacaqdıq? Onda biz 10 qoyacaqdıq. İndi burada deyirik ki, you always get together at Christmas. Onlar həmişə Christmasda, yəni yeni ildə bir araya gəlirlər. You can come at the weekend. Həftə sonu qarşısında da at qoyacaqsınız. Okey, ümid edirəm bura kimi hissədir üçün də hər şey aydın oldu. Baxın, %100 skorumuzu da oldu. Ümid edirəm siz də testlər edərsiniz və %100 skorunuzu əldə edərsiniz. See you soon.